Salam, hər vaxtınız hörmətli tamaşaçılar. Körpü verilişi növbət sayında xoş gördük sizi. Mədəniyyəti, ədəbiyyatı yaşatmaq xalqın varlığını yaşatmaqdır. Çünki bu mənəvi dəyərlərdə xalqın varlığı əks olunub. Bu prosesdə gənc nəsli milli mənəvi dəyərlər ruhunda tərbiyə etmək də olduqca əhəmiyyətlidir. Elə bugünkü verilişimizdə də bu mövzu ətrafında söhbət açacağıq. Studiyamızın qonaqları əslən Təbrizdə olan müğənni Əlirza Amanbəyli və Cənubi Azərbaycanın Sulduz şəhərindən gənc şairimiz Sayman Aruzdur. Əlirza, siz artıq uzun müddətdir ki, Bakıda yaşayırsınız və biz sizi təkcə müğənni kimi yox, həm də bəstəkar kimi tanıyırıq. Ümumiyyətlə, bu musiqi təhsili haqqında məlumat verərdiniz. Mən Bakıya demək olar ki, Sovetlər Birliyi dağılanda 89-90-cı illərdən 92-yə qədər gəlib gedirdim. Həm dövrdə bu Xocalı faciəsi ilə bağlı Təbrizdə bir etiraz aksiyaları oldu. Həmin müddətdən biz, yəni Güney Azərbaycanda bilirsiniz ki, Azərbaycan xalqı, Azərbaycanın o tayı, bu tayı hər zaman bir-birinə tarix boyu dəstək olublar, mənəvi, maddi. Biz də istərdik ki, öz soydaşlarımızın köməyinə bu istiqamətə gələk. Mən 92-ci ildən etibarən demək olar ki, Şimal Azərbaycana, Bakıya köçdüm və o müharibədə iştirak etmək arzumuzdaydı ki, soydaşlarımıza əlimizdən gələn köməkli eləyək. Elə oldu ki, atəşkəs oldu. Mən 94-cü ildə Bakı Musiqi Akademiyasına daxil oldum. Muğam fakültəsinə, solo oxuma fakültəsinə. Mərhum İslam Mirzəyevin tələbəsi oldum. Qabaqcadan da biz elə Cənubi Azərbaycanda musiqi ilə fəaliyyətlərimiz var idi. Təbrizdə Savalan qrupu yaratmışdıq o zaman. El şənliklərində, tədbirlərdə, festivallarda milli musiqimizi, xalqımızın öz dilini, ədəbiyyatını, mədəniyyətini təbliğ eləmək üçün neçə illər biz bu istiqamətdə mədəni fəaliyyət göstərmişik. Və bu gün də elə mədəniyyətimizin inkişafına, təbliğinə, xalqımıza, gələcək nəslimizə çatdırmaq üçün əlimizdən gələni əsirgəmirik. Çox gözəl. Verilişimizin digər qonağı Cənubi Azərbaycanın Sulduz şəhərinə olan Sayman Aruzdur. Onu qeyd edim ki, Sayman Aruzun şeirlərində bir vətənpərvərlik xüsusilə diqqəti cəlb eləyir. Bütün Azərbaycan xalqını salamlayır. Buranı vətənin bir hissəsi kimi hesab edirik. Bakının həsrəti, əldən getmiş torpaqların və işğal altında olmuş torpaqların həsrəti bizim həmişə ürəyimizdə olub. Mən bir şəhərdə anadan olmuşam ki, o şəhər yəni ki, həmişə inqilabçı insanlar pərvəriş verib. Həmişə bizdə bu inqilab eləmək ruhu, azadlığa döyüşmək ruhu olub bizlərdə. Ürəklərdə getməyəcək heç vaxt, yıxılmayacaq körpülər, əgər daşdan, qumdan yaranmış körpülər aradan getsə də. Dedi, bəs azadlıq haçan gələcək? Dedi, sən bəlkə də min birincisən, qoşa aparıram çiyin bə çiyin, azadlıq adıyla öldürürəm mən. Dedim ki, biz Əlirzanın mahnılarını dinlədiyimiz vaxt, onun musiqisində, onun mahnılarında xüsusi bir vətənpərvərlik ruhu hiss olunur. Çünki bizim təkcə Qarabağımız deyir, Göyçəmiz, Zəngəzurumuz, İrəvanımız, Rəvan xanım, Dərbəndimiz, Borçalımız. Bizim Azərbaycan türkünün, ümumiyyətlə türkün başı bəlalıdır. 200 ildir ki, bu millətin başına bəlalar yağır. Bunların, yəni insanın istər-istəməz mifologiyasında, dərin qatında, beyninin at yapılarında zaman-zaman yığılıb qalmış dərdlər, kədərlər, bəzilərində şeirlə, bəzilərində musiqi ilə, bəzilərində inqilabla, bəzilərində necə deyim, siyasi proseslərlə həyat keçirir. Məndə də bunlar istər ardıcıl olaraq zaman-zaman özünü buruzə verir ki, bundan biri də yenilməz Təbriz, Şuşa, Zəngəzur qəlbimizin yarası. Yəni, bu yara həqiqətən də bizim millətin, yəni 50 milyonluq Azərbaycan türkünün böyük bir bəlasıdır. İnsanların özündən başqa, içində bir başqa dünya da var. Bunlar paralel qabağa gedə də bilər, getməyə də bilər. Durmuşam, baxıram özümə özüm. Batıram özümün dərinliyimə. Batdıqca çatıram yeni dünyaya, yeni bir insana çatıram yenə. Biz kimik, mən kiməm, bura haradır? Görəsən kimdir bu, tanış gəlməyir. Durubdur kədərlə önümdə mənim. Mən sənəm, mənə söyləyin. Açılıb gözümdə qoşa pəncərə, bir nəfər boylanır mənə özümdən. Ağ-qara bir həyat yaşayırıq biz. Mən oyam, o məndir, mən oyam, o mən. Ancaq biz həqiqətən köhnə bir insan olmaq istəmirik. İstəyirik yeni fikirləşək, hər şeyə yeni baxaq.
Çünki ədəbiyyatı güclü olan insan, müasirləşmiş millətlər, onlar daha güclüdürlər məncə. İqtisaddan güclüdür məncə ədəbiyyat bir millətə. Misal üçün, mən Cənubi Amerikanı hardan tanıyırdım? Amma yazıçıları mənə tanış elədi. Etiraz olubdur bütün varlığım, çəkibdir sinəmdə özünü dara. Mənə qələm gətir Allaha xatir, səsim boğulubdur barmaqlarımda. Sanki sığışmayır dərimə canım, alıbdır sinəmi xırıltı səsi, sanki başa çəkir axır nəfəsi. Mənə qələm gətir, yoxsa indicə kəsib doğrayacaq özünü dərim. Qana boyanacaq məndə bir nəfər, intihar edəcək düşüncələrim. Girəcək yer ilə göy döyüşünə, içimdə bir şeytan daşlanacaqdır. Sətirdən sətirə axacaq qanım, kağaz inqilabı başlanacaqdır. O qədər çəkmişəm ögeylər yükün, o qədər sevmişəm sağı soluna. Aynada gördüyüm o mən baxışlı, həm sənə bənzəyir, həm də ona. Ölmək istəyirəm sətir bəsətir, indi öz ovcumu açmağım gəlib. Sənə çatmamağım, yetişməməyim, özümdən qurtulub qaçmağım gəlir. Azərbaycan muğamında, Azərbaycan incəsənətində Mehriban xanım böyük bir inqilab elədi. Ki, yenidən bizim muğamlarımızı millətimizə qaytardı. Nə tək Azərbaycanlılar üçün Türk dünyası və bütün Avropa ölkələri bu gün Azərbaycan muğamlarını ötürü elə bir susayıblar.